Pulu aldı, vermədi. İndi də kimə müraciət edirəm, mənim işimə baxan yoxdur. Ağdam rayonunun 4 yol qəsəbə sakini Səxavət İbayev bildirir ki, 2020-ci ildə atılan mərmilər nəticəsində evi yararsız hala düşüb. O dəfələrlə icra hakimiyyətinə müraciət etsə də problemin həll olunmadığını deyir. Şikayətçiyə görə baş mimar Əbdüləli Mehdiyev evini öz hesabına təmir etdirməyi, daha sonra vəsaitin dövlət tərəfindən ödəniləcəyini vəd edib. Lakin bugünə qədər heç bir ödəniş edilməyib. Ətraflı şikayətçinin öz dilindən dinləyək. Mənim evimə 2020-ci ildə düşmənin atdığı mərmi düşdü. 44 günlük müharibədə evimi dağıtdı. Çoxsaylı müraciətimdən sonra Ağdam İcra Hakimiyyətinin baş memarı Əbdüləli Mehdiyev gəldi qapıya ki, bu evi mən düzəltdirəcəm. Heç kimə şikayət eləmə. Sonra da dedi ki, şəhər salma pulu hələ köçürməyib. Özünü düzəltdirə bilirsən, düzəltdir. Sonra mən sənin pulunu alıb verərəm. Mən də məcburiyyətdən çöllərdə qalmışdım. Məcburiyyətdən borc kəş tapıb bu evi düzəltdirdim. Bütün işləri qutarandan sonra Əbdüləli müəllim götürüb o sənədlərin hamısını mənə imzalatdı ki, pulu alıb verəcəm. Pulu aldı, vermədi. İndi də kimə müraciət edirəm, mənim işimə baxan yoxdur. Əbdüləli Mehdiyev də məni aparıb vermişdi məhkəməyə. Məhkəmədə də sübutları qoydum ortaya. Faktları qoydum ortaya, sübut elədim, məhkəmə də mənim xeyrimə çıxartdı. İndi də yenə pulumu vermir. Cənab Prezident, bu məmurlar hara baxır? Bu Ağdamı kimə tapşırmısınız ki, mənim işimə baxan yoxdur? Sizdən xahiş edirəm, məni qəbul eləyəsiniz. Məni qəbul eləyəsiniz, sizə sübut edeyim mən. Bu Əbdüləli Mehdiyev bu bahalı maşınları hansı pulla alır? Bu bahalı evlərdə hansı pulla yaşayır? Mənim başım çıxmır. Bir baş memarın pulu maaşı o qədər çoxdur mu? Bu bahalı Lexus minir. Pradosu var. Bir neçə maşını var. Cənab Prezident, belə olmaz axı. Sizdən xahiş edirəm. Məmurların əlindən canımız boğazımıza yığılıb. Sizdən xahiş edirəm, bizi qəbul eləyəsiniz.